Salam, hörmətli izləyicilər. Siz AZİ Xəbərin həftəlik xəbər buraxılışına baxırsınız. Bu həftə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində struktur yenilənməsi və yeni təyinatlar həyata keçirilib. Beynəlxalq əməkdaşlıq və abituriyentlərlə iş istiqamətində də bir sıra tədbirlər baş tutub. Əsas xəbərləri diqqətinizə çatdırırıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində struktur yenilənməsi və yeni təyinatlar həyata keçirilib. Universitetin Elmi Şurasının qərarı ilə universitetin təşkilati strukturu optimallaşdırılıb. Fakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə endirilib. Eyni zamanda Xarici Dillər Mərkəzi və AZİU Biznes Məktəbi yaradılıb. Yenilənmiş strukturda rəqəmsal texnologiyalar, yer elmləri və neft mühəndisliyi, kimya texnologiyaları, sənaye mühəndisliyi, energetika, həmçinin biznes və idarəetmə fakültələri fəaliyyət göstərəcək. Struktur dəyişiklikləri tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, elmi fəaliyyətin gücləndirilməsi və daha çevik idarəetmə modelinin formalaşdırılması məqsəd daşıyır. Vyetnam nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetini ziyarət edib. Azərbaycanda keçirilən 4-cü Vyetnam günləri çərçivəsində Vyetnam nümayəndə heyəti universitetdə səfərdə olub. Qonaqlar Ulu Öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri qoyub. Daha sonra Prezident Ho Chi Minh otağını ziyarət ediblər. Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında tələbə və müəllim mübadiləsi, birgə akademik və mədəni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Vyetnam günləri 2026 Ho Chi Minhin 1959-cu ildə Azərbaycana səfəri ilə əsası qoyulan əlaqələrin 67-ci il dönümünə və iki ölkə arasında strateji tərəfdaşlığın 1-ci il dönümünə həsr olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri Pekində beynəlxalq forumda iştirak ediblər. Universitetin müəllimləri Dosent Fəridə Hüseynova və Dosent Aynur Cəbiyeva 23-26 iyul tarixlərində Pekində keçirilən 9-cu Qlobal İngilis Təhsili Çin Assambleyası forumuna qatılıblar. Forumda süni intellektin xarici dil tədrisinə təsiri, tənqidi düşüncə, yaradıcılıq, emosional intellekt və innovativ tədris metodları müzakirə olunub. Tədbir Şanxay Beynəlxalq Araşdırmalar Universiteti, China Daily və Pekin Xarici Araşdırmalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaşıl kimya texnologiyalarına həsr olunan beynəlxalq konfrans keçiriləcək. Sentyabrın 26-sında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Özbəkistanın Əbu Reyhan Biruni adına Urgənc Dövlət Universitetinin birgə təşkilatçılığı ilə yaşıl kimya texnologiyaları, elmin, innovasiyaların və sənayenin transformasiya imkanları adlı 3-cü beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda yaşıl kimya, qabaqcıl funksional materiallar, neft-qaz texnologiyaları, biotexnologiya, ərzaq təhlükəsizliyi və süni intellekt əsaslı elmi həllər müzakirə olunacaq. Elmi ekspertizadan uğurla keçən seçilmiş məqalələrin Scopus bazasında indekslənən beynəlxalq jurnallarda nəşri nəzərdə tutulur. 6-cı yüksəliş müsabiqəsinin qalibləri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4 məzunu da yer alıb. Final mərhələsində iştirak edən 129 namizəd arasından 20 nəfər qalib seçilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Elbrus İbrahimov, Əlizadə Fərzəliyev, Əlizamin Mirzəyev və Azərbaycan Fransız Universitetinin məzunu Ləman Cəlilova qalib adını qazanıblar. Qaliblər 1 illik fərdi inkişaf proqramında iştirak eləmək, mentorluq dəstəyi almaq və özünü inkişaf məqsədi ilə 20 min manat pul mükafatı əldə eləmək imkanı qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarından ibarət Thunderbot komandası World Robot Caspian Cup 2026 beynəlxalq robotexnika yarışında 2 kateqoriyada birinciliyi əldə edib. Komanda Bots Combat kateqoriyasının 30 və 15 kiloqram çəki dərəcələri üzrə birinci yerə layiq görülüb. Komandanın üzvləri Paşa Rüstəmov, Səxavət Yəhyayev və Elvin Mirzazadə mexatronika və robotexnika mühəndisliyi, Yusif Kərimli isə elektrik və elektronika mühəndisliyi ixtisasının məzunlarıdır. Bu nəticə ilə Thunderbot komandası Taylandda keçirilməsi nəzərdə tutulan dünya çempionatında Azərbaycanı təmsil eləmək hüququ qazanıb.
Pakistan Təhsil Fondunun nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində səfərdə olub. Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nəzdində fəaliyyət göstərən Pakistan Təhsil Fondunun nümayəndə heyəti universiteti ziyarət edib. Görüşdə Pakistan Təhsil Fondunun baş direktoru Səyyidə Hacrə Süheyl, baş texniki direktoru Məzhər Əmir və şirkətin katibi Murad Şüeyb xan iştirak ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, UFAZ-ın Tədris Departamentinin rəhbəri Səmra Şiriyeva və baş katibi Martin Godon təmsil ediblər. Tərəflər tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və akademik əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Qonaqlara universitetlə Strasburg Universitetinin birgə həyata keçirdiyi data elmləri və süni intellekt ikili magistr proqramı barədə də məlumat verilib. Nümayəndə heyəti UFAZ-ın laboratoriyaları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magnus Oyun İnkişaf Təlim Mərkəzi, Kiber Təhlükəsizlik Laboratoriyası və Yüksək Performanslı Hesablama Mərkəzi ilə tanış olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Yusif İbrahimov Fransanın Strasburg şəhərində elmi səfərdə olub. Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılması nəzərdə tutulan Süni İntellekt İnstitutunun gələcək fəaliyyət istiqamətləri, birgə tədqiqat və tələbələrin elmi layihələrə cəlb olunması imkanları müzakirə edilib. Yusif İbrahimovun rəhbərlik etdiyi etibarlı izahların yaradılması üçün hibrid təkamül qradiyent arxitekturası layihəsi də 2026-2027-ci tədris ili üzrə Azərbaycan Fransız Universitetinin tədqiqat qrantına layiq görülüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 350 nəfərin iştirakı ilə açıq qapı günü keçirilib. Görüşdə rektor, dosent Rüfət Əzizov universitetin ixtisasları, yenilənən tədris proqramları, müasir laboratoriyaları, beynəlxalq əməkdaşlığı və məzunların karyer imkanları barədə məlumat verib. Tədbirin sonunda iştirakçılar Neft Muzeyi, Mineralogiya Muzeyi, Kiber Təhlükəsizlik Laboratoriyası, Rəqəmsal Energetika Laboratoriyası və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 3 gün davam edən ali təhsil sərgisində təmsil olunub. Dövlət İmtahan Mərkəzində iyulun 29-dan 31-nə dək keçirilən ali təhsil müəssisələrinin sərgisi başa çatıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 3 gün ərzində sərgidə xüsusi stendlə təmsil olunub. Sərgi zamanı abituriyentlərə və valideynlərə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ixtisasları, qəbul şərtləri, təhsil haqları, təqaüd imkanları, tələbə həyatı və beynəlxalq proqramları barədə məlumat verilib. Sərgidə ümumilikdə 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib. Bundan da AZ xəbərin bu həftəlik buraxılışı başa çatdı. Universitet həyatında baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.